Salam əziz abituriyentlər. Mən Fokus Akademiyinin biologiya müəlliməsi Cəbiyeva Xəyalə. İndi sizə bir test izahını verəcəm. Testimizdə göründüyü kimi yazılır. İnsan ürəyinin 0.4 saniyəlik şəraitində 100 nəbz vurultusu baş veribdir. Və bu zaman müddətində deyir, ürək siklinin 3-cü fazasına sərf olunan vaxt, 2-ci fazaya sərf olunan vaxtdan neçə saniyə çox olar. Biz əvvəl tapmalıyıq ki, 0.4 saniyəlik ürək sikli şəraitində ürək bir dəfə döyünürsə, bəs 100 nəbz vurğusu neçə saniyə davam edir? X bərabərdir 40. 40 saniyə, yəni 100 nəbz vurğusuna 40 saniyə vaxt sərf olunur. Və 0.4 saniyəlik ürək sikli şəraitində 3-cü fazaya 0.2 saniyə vaxt sərf olunur. Və bizim buradan gördüyünüz kimi 40 saniyə vaxt verdiyi üçün götürürük 0.4 saniyədə 3-cü fazaya sərf olunan vaxt əgər 0.2 saniyədirsə, bəs 40 saniyədə 3-cü fazaya neçə saniyə vaxt sərf olunur? X bərabərdir 20 saniyə. İndi biz tapmalıyıq burada, bəs 2-ci fazaya sərf olunan vaxt nə qədərdir? 2-ci fazaya sərf olunan vaxt 0.4 saniyəlik ürək sikli şəraitində 0-dan %15 saniyə vaxt sərf olunur. Bununla hesapladıqda 0.4 saniyəlik ürək sikli şəraitində 2-ci fazaya 0-dan %15 saniyə vaxt sərf olunursa, 40 saniyədə 2 saniyə vaxt sərf olunur. X bərabər olar 15 saniyə. Bizdən də 3-cü fazaya sərf olunan zamanın 2-ci fazaya sərf olunan vaxtdan neçə saniyə çox olduğunu soruşursa, 20 saniyədən 15 saniyəni çıxdıqda cavab eləyir 5 saniyə.